Kiberpolis Zürx onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirdi. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn dələduzluq piramidası olan Zürx platformasına qarşı əməliyyat keçirib. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xoseyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar WhatsApp və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə Zürx piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanclarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədi ilə zərər çəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərlə ödənişlər də köçürüblər. Şirinlikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərər çəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri Zürx piramidasının fəaliyyətini dayandırıblar. Faktlarla bağlı baş idarədə araşdırmalar davam etdirilir. Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptovalyutanın adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik.